məhlulların olsun ki, qoşulmayanlar da sonra çətinlik çəkməsin. Tez-tez deyəcəm onsuz. Deyir, şəkərin suda məhluluna su əlavə etdikdə nə dəyişmir? Şəkərin suda məhluluna nə əlavə etdikdə, suda əlavə etdikdə nə dəyişməz? Təbii ki, şəkərin Miqdarı şəkər. miqdarı dəyişməz. Şəkər elə olduğu kimi qalacaq. 2 eyni kütləli deyirsə, 10-la 40-ı toplayıb bölürük 2-yə. 25 deməkdən 15 dedim. 10-la 40-ı toplayıb 2-yə böləndə 25. 3-də 20 ilə 40-ı toplayıb bölürük 2-yə 30. 44-də 40-ı üstünə 360 gəlirik. Ümumi kütləmiz olur 400. Duzum isə 40-dır deyə 40-ı bölürəm 400-ə, vururam 100-ə. Bu da eləyir 10%. 5-də 20%-li məhlul hazırlamaq üçün 600 qram suda neçə qram duz əlavə etmək lazımdırsa, su 600-dürsə, həll olan duzu x götürürəm. Onda məhlulum duzu ilə suyun cəminə bərabərdir deyə məhlulum olur 600 plus x, duzum isə elə x-dir. Düsturda yerinə qoysam yazıram x bölünsün 600 plus x vurulsun 100 bərabərdir neçəyə? 20-yə. Buradan da x-im neçəsə çıxacaq indi. Hesablayanda 5 dəfə olur. 5x bərabər olur 600 plus x-a. Düzdür. Onda deyəcəyik ki, 4x bərabərdir 600-ə. X də bərabərdir 150-yə. Deyir, 800 milli suda 200 qram kalsium klorid əldə edilmişdir. Alınmış məhlulda kalsium kloridin kütlə payını tapın. 800-ün üstünə 200 gəlirəm. Ümumi məhlulum 1000 eləyir. 1000-in 200-ü duzdursa, deyirik 200 bölünsün 1000, vurulsun 100. Bu zaman olur 200-ü də ona bölürük 20. D variantı. 7-də bunu keçən dəfə sizə düsturla da demişdim. Yenə deyirəm. Deyirik ki, M1 omega 1 üstə gəlinsin M2 omega 2 bərabərdir M son omega son. Buradan omega sonu tapmaq üçün qısaca belə yazırıq da. M1 vurulsun omega 1 üstə gəlinsin M2 vurulsun omega 2 bölünsün məhlulların kütlələrinin cəmi. Yəni qısaca belə deyirik. 300-ü vururuq 10-a 3000. 700-ü vururuq 30-a 2100. Düzdür, 21.000 ya. Bölürük bunların ikisinin cəminə 1000-ə. Hamısından 3 dənə 0 atıram. Şimdi üstünə 24-ü, 21-i gələndə cavab olur 20. Məhlulda həll olan maddənin kütlə payı dedikdə, maddə bölünsün, məhlul vurulsun 100. Yəni C bəndi. 20%-li məhlulu su ilə qarışdırıramsa, kütlə payı azalmalıdır, arta bilməz. Ona görə olmaz dediyinə görə Y variantı. Onda isə olar dediyinə görə 20-dən kiçik olan ədəd Y variantı. Həll olunmuş maddənin kütlə payı nədir deyirsə, 100 qram məhlulda yox. Məhlulda həll olunmuş maddənin kütləsinin məhlulun ümumi kütləsinə olan nisbətidir. 400 qram 300%-li məhlula 600 qram su əlavə edildikdə alınan məhlulun qatlığını hesablayın. Baxın, bunu əslində düstur kimi də həll eləyirəm, düstursuz da həll eləyirəm. Kimə necə asanlıqdırsa elə götürsün. Əvvəlcə gəlin düstursuz deyək. 400-ün 30%-ni tapırsınız, 120 qram duz eləyir. Mən də bilirəm ki, 400 qram məhlulun üzərinə 600 qram su gəldikdə duzun kütləsi onsuz da dəyişmir. Bura su gəlmişəm. Onda məhlulum olubdur 1000, duzum isə elə 120-dir. Ona görə 120-ni böldük 1000-ə, vururuq 100-ə. Sıfırları atırıq, qalır 120 böl 10, yəni 12. Düsturda yerinə qoyanda isə bizim düsturumuz necədir? Bizim düsturumuz belədir. Omega son bərabərdir. M1 üstə gəlinsin. M1 omega 1. M1 omega 1 üstə gəlinsin. M2 omega 2 bölünsün M1 ilə M2-nin cəmi. Burada onda omega son bərabər olasıdır uşaqlar. M1 omega 1 dedik ha. 400-ü vururam 30-a. Çünki bu M1 və omega 1-dir. Bu eləyir 12 yanında 3 dənə 0. M2 məhlulu sudur. Yadda saxlayın. Suyun faizini həmişə 0% götürürsünüz. Çünki suyun qatlığı yoxdur. Tərkibində duz yoxdursa, o 0%-lidir.
Ona görə yazıram 600 vurulsun 0. Bölürəm bunların ikisinin cəmini, yəni 400-dən 600-ün cəmini 1000-ə. Bu 0-dır deyə onsuz 0 çıxır. Yəni 12.000-i bölünən 1000-ə cavab olur 12. Su əlavə eləyəndə ikinci məhlulun qatlığını, yəni su olan məhlulun qatlığını 0 götürürsüz. Duz əlavə eləyəndə isə 100% götürüb hesablayırsınız. Eyni düsturdur. Aydın oldu? Bu da o birinci dediyimdə, yəni düstursuz həll olunanı idi. İndi hansını istəyirsinizsə eləyin. 13 də bunun kimi, daha qalmıram üzərində. 14 asandır. A mol, A qram duzu B qram suda həll etdikdə A-nın üstünə B gələndə deməli məhlulumdur. O zaman A-nı bölürəm, A ilə B-nin cəminə vururam 100-ə, yəni D variantı. 15-də qatlığı budur, həcmi budur, məhlulda 80 qram duz var. Bu duzun nisbi molekul kütləsini hesablayın deyirsə, əvvəlcə bu duzun mol miqdarını taparam. Qatlığımla həcmim verilibsə, niyumuzun düsturu C vur V-dir. Yəni 2-ni vururam 0.2-yə, duzum 0.4 imiş. 0.4 mol duzun kütləsi 80 qram imiş. Onda 1 molu nə qədərdir? X. X-i də buradan tapıram 200. Eyni maddənin kütlə payı 20 və 40%li məhlullarını hazırlamaq üçün hansı qatlıqlı məhlullar hazırlamaq olar? Biz bilməliyik ki, hazırlayacağımız qatlığımız 20 ilə 40, yəni qarışdırdığımız məhlulların qatlıqları arasında ola bilər ki, burada 20 ilə 40 arasında ola bilər. 20-dən kiçik, 40-dan böyük ola bilməz. Ona görə cavabımız olur 60. Eyni maddənin kütlə payı, bu da həmçinin belədir. Yenə 20 ilə 40 arasında ola bilər. Burada olacaq 27. Sıxlığı 1.5 qram böl santimetr kub olan 400 milli məhlulda 360 qram maddə həll olmuşdur. Deməli, bir dəqiqə. Deyirik ki, burada 17-ni dedik, gəldik 18-ə. Sıxlığı 1.5 qram böl santimetr kub olan 400 milli məhlulda əvvəlcə 400 milli məhlul dediyinə görə bu məhlulun kütləsini taparam. Sıxlığımı verib 1.5, həcmimi verib 400, kütləmi taparam ki, kütləm neçədir? Mən də bilirəm ki, kütləmin düsturu rho vur V-dir. 1.5-i vururam 400-ə, görürəm ki, kütləm 600 imiş. Deməli, 600 qram məhluldur, 360 qram da maddədir. Onda 360-ı böləcəm 600-ə, vuracam 100-ə. O da eləyir 60, C bəndi. 19-da 210%li şəkər məhlulu üzərinə 50 milli su əlavə edildi. Yenə eyni şeydir. 200-ü vururam, düsturda yerinə qoyum lap. 200-ü vururam ona 2000, 2000-i də bölürəm 250-yə, vururam 100 dəqiqə. Nəyə səhv dedik? Deyirik ki, M1 omega 1 üstə gəlinsin, M2 bölünsün. Eyni şeydir, düzdür. 200 məhluldursa M1 omega 1, 200-ü vururam ona, üstünə gəlirəm. M2 vurulsun omega, sudur deyə 50-ni 0-a vururam. Bölürəm ikisinin cəminə 250-yə. Bu da eləyir 2000 bölünsün 250. 200-ü də 25-ə böləndə neçə eləyəcək uşaqlar? 8%, düzdür? 8 eləyir də. Cavabımız da olur 8. Sonra duzun suda həll olması 1500-dürsə, doymuş məhlulda duzun kütlə payını hesablayın. Bir saniyə. O da düsturdur. Düsturumuzu da bilirik ki, omega bərabərdir. KH bölünsün KH plus 1000 vurulsun 100-dür. Düsturda yerinə qoyub hesablayırsınız. 1500-ü bölürsünüz 1500 plus 1000 vurulsun 100-ə. Yəni 1500-ü bölürsünüz 2500-ü vurursunuz 100-ə. 21-də bunun kimi. Məhluldan duzun müəyyən hissəsini çökən duzun. Təbii ki, duz nə qədər çox çöksə, kütlə payı da bir o qədər az olar. Ona görə çökən duz ilə kütlə payı tərs mütənasibdir. Duz çökdükcə kütlə payı azalar. Əlavə olunan duz ilə isə düzdür. Nə qədər duz əlavə eləsən, kütlə payı o qədər artar. C variantı.
Hansı maddənin suda doymuş məhlulunda kütlə payı azdır? Suda həll olmayan duz olmalıdır. Suda həll olmayanı kalsium SO4'dür. 25 də bunun kimi, suda həll olmayanı quru qoşun SO4. 26 M1 omega 1 M2 omega 2 B. 27 də elə. 28-də bunu izahda da dedim ki, hidrogen uçub gedir deyə M1 ilə M2-nin cəmi M-dən böyük olur. Hidrogen çünki uçub gedir. 29 da bunun kimi. Xörək duzunun suda doymamış məhlulunun qatlığı duz əlavə ediləndə artar, bir də su buxarlananda artar. Ona görə 2-3. Azalar deyirsə su əlavə ediləndədir. Natrium sulfat suda yaxşı həll olur, kalsium sulfat suda yaxşı həll olmur deyə omega 1 omega 2-dən böyük olur. 33 də bunun kimi. 34 diaqnal üsuludur. Diaqnal üsulunda biz bilirik ki, omega 1-i burada yazırıq. Omega 2-ni aşağıda yazırıq, omega 3-ü ortada yazırıq. Hədd çəkirik. Hansı böyükdür? Omega 1 omega 2-dən kiçikdirsə, omega 3-dən də kiçikdir deyə yazırıq omega 3 çıxılsın omega 1. Yuxarıya isə çəkəndə omega 2 çıxılsın omega 3. Yuxarıdakı M1-də, aşağıdakı M2-dir. Onda olacaq M1-in M2-yə nisbəti omega 2 çıxılsın omega 3 bölünsün omega 3 çıxılsın omega 1. Yəni D variantındakı kimi. 35. Müəyyən temperaturda 100 qram suda 25 qram maddə həll olunub, doymuş məhlul əmələ gəlibdir. Bu maddənin hansı qatılıqda məhlullarını hazırlamaq olar? 100 qram suda 25 qram maddə tam həll olunubsa, 25-i bölünən 100-ə vururam 100 olur 25%. 25-ə yaxın ədədlər olanı seçməlisiniz. Bu da 30-la 10-dur. Sadəcə mənə çox maraqlı gəldi. Bunun cavabını nə verib? 2 ilə 3 verib. D variantı. C variantı 1 ilə 2 verib, ancaq az olanı veribdir. Bu sual çox məntiqsizdir. Bura ancaq su əlavə eləməklə hazırlamaq olar. Amma mən birdən duz əlavə eləyib hazırlayıram. Bu tip sualların bir məntiqi yoxdur da, yəni bilməlisiniz ki, 25-i 100-ə böləndə 25 eləyirsə, 25-dən kiçiyi götürəcəm. 5 ilə 10-u ki, su əlavə eləməklə almışam. Bura o yazılmalı idi ki, su əlavə eləməklə. Sonra 36-ya gəldik. Hafizə, bu nə sualdır ki, bilmirsən? Hə? Sulfat turşusu nə halındadır? Bu qədər vaxt hələ sən bunu öyrənə bilməmisən ki, sulfat turşusu H2PO4 su məhlulunda su tez qaynayar, yoxsa sulfat turşusu? Mən burada H2PO4-də su. Bəli, o H2PO4-dədir bəs. Orada da Onlar su. dedik ki, özləri uçmurdu ona görə. Bəli. Bəli. Bu nə sualdır? Bir dənə H-klor yadda saxla ki, H-klor qaz halındadır deyə o uçub gedir. Bəli. Bildin? Bəli, mən o 37. bitim bundan sonra yazdım, orada gördüm. 37-də diaqnal üsulu ilə yazaq getsin. 80 yuxarıda, 20 aşağıda, 40 ortada. 80-dən 40-a çıxıram 40, 40-dan 20-yə çıxıram 20. Deməli, M1-im 20-dir, M2-im isə 40-dır. 20-ni bölsün 40-a, 2də 1, B bəndi. 38-də heç bir kütləsi dəyişməyəcək. Necədirsə elə də qalacaq. Birinci məhlul 20%-dirsə 20% də qalacaq. İkinci məhlul 20%-dirsə 20% qalacaq. Çünki nə qədər su çıxıbsa, o qədər də su daxil olur. Birinci prosesdən x qram su çıxıbsa, x qram su da daxil olubdur dördüncü prosesdə. 10 qram suyu götürmüşəm, 10 qram suyu da daxil eləmişəm. Orada nəsə dəyişiklik olarmı? Olmaz. Aydındır. 20, 20, 20, 30 qalır. 39 da bunun kimi. Gəldi indi 40 ilə 51 arasının hamısının izahını deyəcəm. 51-dən sonrasının onsuz da izahı var. Bəli. Bunda yükləyəcəm ki, indi uşaqların qoşulmayan var ki, qoşulsun, baxsın. 40-a. 100-ün 20,8%-li barium kloriki məhlulu ilə 100 qram 20%-li natrium sulfat məhlulunu qarışdırdıqdan sonra məhlulda hansı maddələr qalır? Deməli, hər ikisi arasında əvvəlcə reaksiyanı yazmalıyıq. Yazaq görək bunların arasındakı reaksiya necədir?
Düzdür. Burada bir dənə natrium klorun qabağına 2 düşəcək. 100-ün 20 bunlar özləri neçə-neçəyə girir onu yazaq. Bu 208 girir, bu isə 142. Bizə barium xloritin 20 verib. Barium xlor 208 olanda natrium sulfat 142-dirsə, barium xlor 20 olanda natrium sulfat onda 14 olmalıdır. Düzdür. Amma mənə natrium sulfatı veribdi neçə? 100-ün 20%, 20 qram. Düzdür. Düzdür. Hissəni. 2. Barium xloru 20,8-dir, natrium sulfatı isə 14,2-dir. Amma mənə natrium sulfatını 20 qram veribdir. Deməli, burada biz fikirləşməliyik ki, barium xlorid 20,8-dir, 20,8-də reaksiyaya girəcək. Düzdür? Yəni, əlimdə barium qalmır. Tamamilə reaksiyaya girəcək. Soldaydı. 40-daydı. 40-ı qoyun tezdən yazın. Deməli, deyirik ki, barium SO4 üstə gəlinsin, natrium 2 SO4. Bu reaksiyadan alınır barium SO4 üstə gəlinsin, natrium xlor. Burada natrium xlorun qarşısına 2 düşür. Normalda barium SO4 208 qram girəndə natrium sulfat 142 qram girir. Amma bizə burada verib 20,8 barium SO4. Barium SO4 20,8 girirsə, natrium sulfat 14,2 girməlidir. Amma bizim əlimizdə 100-ün 20%, 20 qram natrium sulfat var. Amma barium SO4 elə 20,8-dir, 20,8 də sərf olunur. Amma natrium sulfatın 20 qramının 14,2-si reaksiyaya girir. Deməli, natrium sulfat artıq qalır. 1. Məhlulda qalacaq. Reaksiya başlanğıc maddələrdən artıq qalan, yəni natrium sulfat reaksiya məhsulundandır, çöküntü olmayan məhlulda qalır. Burada barium SO4 çöküntüdür deyə məhlulda qalmaz, onu silirik. Bir də məhlulda qalan natrium xlordur. Ona görə deyirik ki, məhlulda qalan natrium sulfat və natrium xlordur. B bəndi. 41. 450 qram suda neçə litr metanol həll etmək lazımdır ki, 40%-ni formalin olsun. Həll edəcəyim metanolu x qram götürürəm. X qramı bölürəm 450-yə, vururam 100-ə, bərabər imiş 40-a. Görüm neçə qram həll eləməliymişəm ki, belə olsun. Onda olacaq 10x bərabərdir 450 vurulsun 4. Buradan da sıfırlar getdi. X bərabərdir. X nə bərabər olur uşaqlar? 45-i 4-ə vuranda 90, 180. Deməli, 180 qram metanol götürməliyəm. 180 qram metanolumun da neçə litr olduğunu tapmalıyam. 180 qramdırsa, 180-i 30-a bölürəm, 6 moldur. 6 moldursa, nə isə hesablamadım mən. Deməli, sıfırlar gedir. 45-i 4-ə vuranda neçə eləyir? 90, 90, 180. 180-i də 30-a böləndə 6 mol eləmirmi? 6-nı da vuranda 22 onda 4-ə. Axı 134 onda 4 eləməlidir. Ya mən səhv hesablayıram. 450 qram suda neçə litr metanol? Hə, nəyi səhv eləmişəm? Heç biriniz də demirsiniz. Burada elə suyu götürmüşəm. Suyun üzərinə x-i gəlməmişəm. Tənliyi düzgün qurmuşam. Deyirəm axı. Deməli, mənim həll olan maddəm x-dir. Onda məhlulum, suyum 450-dirsə, məhlulum 450 plus x-dir. Yazmalıyam x bölünsün 450 plus x vurulsun 100 bərabərdir 40-a. Onda 10x bərabərdir 450 vurulsun 40. 40 yoxu 4. Üstə gəlinsin 4x. 6x bərabər imiş. 450 vurulsun 4-ə. Bunda x də bərabər imiş. 1800-ü böləndə 6-ya neçə olur? 300. 300 qramdırsa neçə moldur? 10 moldur. 10 moldursa neçə litrdir? 124 litrdir.
Burada bayaqları x yazmamışmışam tənlikdə, ona görə cavab alınmış. Sonra gəldik 42-yə. Müəllimə zəhmət olmasa bir də deyin də mən anlamadım onu. 450 qram sudur. Həll olan metanalım x qramdır. X qramdırsa, ordadır. Ağ yoxdur orada. Başlı ucu olmalıdır. Mənimki ilə dəyişəndə orada ağ başlığı da olmalıdır. A, burdadır Səbinə xala. Gəlin burdan götürün. Deməli, burdadır. Gördünüz? Mənkinin başlığı orada olmalıdır. Elə istəyirsiniz onu götürün. Hə, onu döşün, dəyişin. Deməli, deyir ki, 41-də 450 qram sudur. Duzumuz isə elə x-dir. Yəni həll olan maddəmiz isə x-dir. Onda məhlulum nə qədərdir Hafizə? 450 plus x-dir da. Onda kütlə payında yerinə qoysam, həll olan maddə x olduğuna görə x-i bölürəm 450 plus x-a, vururam 100-ə, bərabər imiş 40-a. X də buradan çıxır 300. 300 qram metanaldırsa neçə moldur? 10 moldur. 10 moldursa neçə litrdir? 224 litrdir. Aydın oldu? Bəli. Aha. 42 də sadədir. Burada 63.5 su elə 63.5 qram deməkdir suyun. Həll olan maddəm 22.4 litr H flordursa, deməli 1 mol H flordur. Yəni 36.5 H flordur. 63.5 ilə 36.5-i toplayıram 100 olur. 100-ün 36.5 H flordursa neçə faiz olacaq? 36.5-i bölürəm 100-ə, vururam 100-ə, yenə cavab 36.5 olur. Gəldik 43-ə. Qırx bizə deyir ki, 25 qram mis kuporsunu 55 ml suda həll etdikdə alınan məhlulda mis-2 sulfatın kütlə payını faizlə hesablayın. Deyirsiniz ki, 250 qramında 160 qram lazım var. 250 qramında 160 qram mis sulfat varsa, bizə mis kuporsunu 25 verir. 25-ində nə qədər olacaq x? X də bərabər olur 116-ya. Deməli 16 qram mis sulfatım var imiş. Düzdür? 16 qram mis sulfatım var imiş. 25 qram mis kuporsunun üzərinə 55 milli də su əlavə olunub. Onda məhlulum nə qədər olur? 25-in üstünə 55 gələndə 80-dir. 16-nı bölürəm 80-ə, vururam 100-ə. Bu da eləyir 20%. A bənd. 44-də isə 200-ün 16% eləyir 32. Deyir 32 qram mis-2 sulfat məhlulunu hazırlamaq üçün neçə qram mis kuporsu lazımdır? Yəni mənə lazımdır ki, mis kuporsunun içərisində 32 qram mis sulfat olsun. O da ki, 250 qramında dedik ki, 160 var. Bəs neçə qramında 32 olar? Qısımız da buradan çıxır 50. Yəni cavabımız olur 50. Sonra 20% duz məhlulundakı suyun 1/4 hissəsini buxarlandır. Təsəvvür eləyin ki, mənim məhlulum x qramdır. X-in 20% 0.2x eləyir. Suyum onda nə qədər olur? X-dan 0.2x-i çıxsam 0.8x su olur. Bu suyun 1/4 hissəsini buxarlandır. 4/3 hissəsini buxarlandırmışam. 0.8x-in 4/3x-i 4/3-ü eləyir 0.6x. 0.8-dən 0.6x-i də çıxanda qalır 0.2x su. 0.2x duzum var idi. Suyumun da 0.6x-i getdi, qaldı 0.2x su. Onda məhlulum 0.4x olur. 0.4x-in 0.2x-i duzdur. Bu da neçə faiz olur? 50%. 46-da 96%li sulfat turşusu məhlulu su ilə 1-2 kütlə nisbətində qarışdırılarsa neçə faizli sulfat turşusu alınar? Bunu elə 100 qrama görə gedin.
Fikirləşin ki, 100 qram məhlul götürmüşəm, onun 96% sulfat turşusudur. Yəni 96 qramı sulfat turşusudur. Məhlulum 100 idi. Məhluldan 2 dəfə çox su əlavə elədim. 200 qram, yəni su əlavə elədim. Onda məhlulum oldu bu dəfə 300, amma duzum 96 olaraq qaldı. 96-nı bölürəm 300-ə, vururam 100-ə, o da eləyir 32. 47-də 150-nin 60% sulfat turşusudur. Deməli, onda 40% sudur. 150-nin də 40% eləyir 60 qram su. 100-ün 70% nitrat turşusudur. 30% də sudur. Bu da eləyir 30 qram. 60-ın üstünə 30 gələndə 90 qram suyum var. 90 qram suyumda neçə moldur? 5 moldur. 5 molda götürürük avoqadroya vururuq, olur C bəndi. 0,125 mol kükürt trioksidin 225 qram suda həll edilməsindən alınan məhlulda sulfat turşusunun kütlə payını hesablayın. 0,125 mol SO3-dürsə, 0,125 mol, elə 0,125 mol da sulfat turşusu əmələ gələcək. Sadəcə burada kütlələrini hesablayaq. 0,125 mol SO3-ün kütləsi eləyir 20 qram. 0,125-i 80-ə vuranda 4də 1-i 20 eləyir də, düzdür. 225 qram suda həll eləyəndə artıq onda mənim kütləm olur 245 olur məhlulum. Sulfat turşumu isə olur 0,125 mol. 0,125-i də 98-ə vuranda neçə eləyəcək? 98 vurulsun 0,25. Bu da eləyir 24,5. Məhlulum 245-dir. Turşum da 24,5. O da neçə faizdir? 10%. Natrium hidroksidin suyun Amma 24.5-i biz hardan aldıq? 0,125 SO3-dən nə qədər sulfat turşusu alınacaq? 0,125. 0,125 molda sulfat turşusunun kütləsi 24,5-dir. Bildin? Ay, mən onu bölməni səhv eləmişəm. 27 ilə 3 dəfə yazmışam ya bu məsələni. Gördün? Bəli. Diqqətli olmaq lazımdır. Natrium hidroksidlə suyun mol nisbəti 0,125-in 5-ə kimi olduğu məhlulda natrium hidroksidin kütlə payını tapın. Yəni 0,125 mol natrium hidroksid var. 40-a vuranda eləyir 10 qram. Suyun isə mol nisbəti 5-dirsə, 5-i 18-ə vuranda eləyir 90. Deməli 10 qram natrium hidroksidi var, 90 qram su var. Məhlulum olur 100. 100-ün 10-u natrium OH-dırsa, kütlə payı da elə olur 10%. Onu bölürəm 100-ə, vururam 100-ə. 50 də onun kimidir. Daha baxmıram, yerinə qoyub yazım. 5,6 qram kalsium oksidlə 994,4 suyu qarışdıranda məhlulum 1000-dir. Toplayıram 1000-dir. Çünki uçub gedən heç nə yoxdur onsuz. İndi əsas məsələ nədir? Siz bilin ki, kalsium OH2 nə qədər alınır. Kalsium oksidin də 1 molundan elə 1 mol kalsium OH2 alınır. Yəni 56 qramından 74 qram alınır, özünə su birləşdirir deyə. 5,6-sından da 7,4 alınacaq. Deməli, mənim bu 1000 qramımın 7,4 qramı kalsium OH2-dir. O da neçə faiz olacaq? 7,4 bölünsün 1000, vurulsun 100. Yəni 0,74 bəndi. Bu da oldu sizə 51 sualın izahı.